Neçə il qabaq Məsihi teologist Canistad bir kitab yazdı və bu kitabda elə mətləblərdən danışdı ki, bizim şəkil tapmış dəyərlərimizlə artıq cür gəlmirdi. Canistad çalışırdı ki, bu mətləblər haqqında müqəddəs kitabın nə mövzu tutduğunu adamlara göstərsin. Amma nə deyim ki, bu kitab o qədər də oxunmadı və kitabxanaların qəfəsəsində üstünə torpaq oturdu. Bunun səbəbi bu idi ki, biz insanların təhəmmül qüvvəsi çox artıb. Artıq hər şeyə dözə bilirik. Bunu başımıza gətirən elə bu inandığımızdır ki, həqiqət insandan insana fərq edir. Buna görə də dəyərlər də insandan insana fərq edir. Xülasə etsəm belə olur ki, deyirik, sən nəyə inanırsan inan, mən də nəyə inanıram, inanacağam. Sənin mənimlə işin olmasa, mənim də səninlə işim olmayacaq. Bu qədər. Amma belə bir inancın nəticəsi bizim həyatımızda bu olur ki, Tanrının sözünə, İsa Məsihin sözünə artıq həmiyyət vermirik. Halbuki İsa'nın etdiyi iddialar insanların inandıqlarını bünövrədən lərzəyə salır. Bu iddialar elədir ki, insana iki seçimdən başqa heç bir yol qoymur. Ya gərək bu iddialara tamam kamal inansın, ya da onları büsbütün rədd etsin. İsa'nın etdiyi iddialar elə idi ki, adama bu icazəni vermirdi ki, xünsa və tərəfsiz bir mövzu özünə götürsün. Bundan da əlavə, İsa bu iddialarla insanlara vədələr verirdi. Deyirdi ki, heç kəsin edə bilməyəcəyini o insanlara edə bilər. Heç kəsin ola bilməyəcəyini o insanlara ola bilər. Bu vədələrin də qabağında insanlara iki seçimdən başqa heç bir yol yox idi. Ya gərək onu qəbul edib həyatlarında onun dediyi vədəni alıb yaşayırdılar onlarla, ya da ki, bu vədələri büsbütün rədd edirdilər. Baxın, bu 21-ci əsrdə hər zaman ki, insanlar İsa'nın bu iddialarını, verdiyi o vədələrini qəbul ediblər, ictimaya hayküy düşüb, çəkişmə düşüb. Və bu çəkişmə o qədər qabağa gedib ki, nəhayət çəkişməni yatırdıb və bu noxtaya çatdırıb ki, insanlar artıq İsa'nın iddia etdiyi iddialarını yetərincə ciddi almırlar. Bu, fəqət ətrafımızda olan dünyada baş vermir, hətta kilisalarımızın içində də baş verir. Bu səbəbdən buna qərar vermişəm ki, bu seri bərnamədə İsa'nın etdiyi iddialarının bir neçəsinə bir baxaq. Bu iddiaları biz Yuhanna rəvayət etmiş İncildə görürük ki, İsa öz haqqında insanlara deyir. Və birincisi bu ki, İsa iddia edir, həyat çörəyi mənəm. Bu bərnamədə buna baxacaq ki, İsa'nın bu sözü necə insanın qurduğu dəyər sistemini lərzəyə salır. Və onda olan vədəyə də baxacaq. Bunu da yəqin bilirəm ki, eşitdiyimizdən sonra artıq xünsa və tərəfsiz qala bilmərik. Bir şeylər etməliyik. Yuhanna İsa'nın bu sözünü İncilinin 6-cı fəsilində yazır. Uzun fəsildir. Ona görə də onu sizə 35-ci ayədən oxuyacağam. İsa onlara dedi, həyat çörəyi mənəm. Mənim yanıma gələn əsla ac olmaz
mənə iman gətirən əsla susuz olmaz. Amma sizə demişəm ki, məni gördüyünüz halda cinə iman gətirmirsiniz. Atamın mənə verdiyi adamların hamısı mənim yanıma gələcəklər və mənim yanıma gələni əsla eşiyə qovmaram. Göydən enmişəm ki, öz istədiyimi yox, məni göndərənin istədiyini yerinə yetirim. Və məni göndərənin istədiyi budur ki, mənə verdiklərinin heç birisini itirməyib, axır gündə onları dirildim. Çünki atamın istədiyi budur ki, oğula baxıb ona iman gətirən hər kəsin əbədi həyatı olsun və mən onu axır gündə dirildəcəyəm. O vaxt yəhudilər İsa'nın göydən enən çörək mənəm dediyinə görə onun barəsində deyinməyə başladılar. Və deyirdilər, məgər bu adam ata-anasını tanıdığımız Yusif oğlu İsa deyil. İndi necə göydən enmişəm deyir. İsa onlara cavab verib dedi, aranızda mırıldanmayın. Heç kəs mənim yanıma gələ bilməz, məgər məni göndərən ata onu çəkib gətirsin və mən axır gündə onu dirildəcəyəm. Peyğəmbərin yazdıqlarında yazılıb, onların hamısı tarıdan öyrənəcəklər. Ona görə atadan eşidib öyrənən hər kəs mənim yanıma gəlir. Kimsə atanı görməyib, məgər o ki tarıdandır. Atanı o görübdür. Doğrusunu sizə deyirəm, iman gətirən adamın əbədi həyatı var. Həyat çörəyi mənəm. Atalarınız çöldə manna yedilər, cinə də öldülər. Amma burada göydən enmiş elə bir çörək var ki, ondan yiyən ölməyəcək. Göydən enmiş o həyat verən çörək mənəm. Bu çörəkdən yiyən hər kəs əbədə kimi yaşayacaq. Bu çörək mənim bədənimdir ki, dünyaya həyat vermək üçün onu verəcək. O zaman yəhudilər bir-birləri ilə deyinməyə başladılar və deyirdilər, bu adam öz bədənini bizə yemək üçün necə verə bilər? İsa onlara dedi, doğrusunu sizə deyirəm. İnsanoğlunun bədənindən yeməyincə və onun qanından içməyincə sizdə həyat olmayacaq. Mənim bədənimdən yiyən və mənim qanımdan içən adamın əbədi həyatı var və mən axır gündə onu dirildəcəyəm. Çünki bədənim həqiqi yemək və qanım həqiqi içməkdir. Bədənimdən yiyən və qanımdan içən adam məndə qalır və mən də onda qalıram. Necə ki, diri ata məni göndərdi və mənim həyatım ona bağlıdır. Məndən yiyən adam da mənə bağlı olaraq yaşayacaq. Göydən enmiş çörək budur. Atalarınız manna yedilər, lakin öldülər. Amma bu çörəkdən yiyən adam əbədə kimi yaşayacaq. İsa bu sözləri Kəfərnaumda bir kənisədə təlim verən halda dedi. Biz İsa'nın bu sözünə ki deyir, həyat çörəyi mənəm, 3 yandan baxacağıq. Əvvəl bu sözlərdə olan nişan və əlamətə, sonra onun nə qədər mühüm olmasına, sonrası da bu sözlərin bizim içimizdə nə çəkişmə bais olduğuna, oradakı İsa buyurur, həyat çörəyi mənəm. Yuhanna İncilində çox cəlib bir iş görür. Əvvəl Ətiq əhdə gələn əlamətlər və nişanələri göstərir və onların nə qədər mühüm olduğunu göz qabağına çıxardır. Sonrası da İsa Məsih özü aydınca göstərir ki, necə bu əlamətlər və nişanlar ona işarə edir.
Buradakı İsa Kəfərnahumda olan kənisədə xalqa deyil ki, həyat çörək mənəm. Bu söhbət elə o günün sabahında baş verir ki, İsa onların gözləri qabağında bir əlamət göstərmişdi. Bəlkə də bu gündə nə baş verdiyini xatırlayasınız. İsa şagirdlərini götürüb xəlvət bir yerə çəkilmişdi. Orada olanda böyük bir cəmaət ki, fəqət kişilərin sayı 5000 nəfər idi, onun olduğu yerə yığılmışdılar. İsa'nın şagirdləri bu vaqiədən elə də sevinməmişdilər. Ona görə də İsa'ya təklif edirlər ki, onları mürəxxəs etsin. Amma İsa'nın bu adamlara yazığı gəlir və onların nə qədər möhtac olduqlarını görür. Buna görə də şagirdlərinə deyir ki, çörək fərahəm edib, onlar yedirsinlər. Onlar təəccüblə İsa'ya deyirlər ki, bu qədər adam üçün onların xörəkləri yoxdur, təzə. Əgər bir işçinin 8 ay müzdü qədər də gedib çörək alsaydılar, cinə bu qədər adama kifayət etməzdi. Amma İsa bu işdə çox da israrlı görünür. Andreas gedib bir oğlan uşağını tapır ki, naharı üçün 5 çörək və 2 cik balığı var idi. Uşağı İsa'nın yanına gətirir və İsa'ya deyir ki, artıq bu 5 çörək və 2 balıqdan savayı heç bir şey yoxdur. Və İsa onun təəccübü qabağında Andreas'a deyir, kifayətdir. İsa çörəyi götürür və onu göyə qaldırıb şükür edir və sonra şagirdlərə verir ki, xalq arasında paylasınlar. Hamı yeyib doyur və artıq qalan tikələrdən 12 səbət dolur. Hər şagirdin əlində bir səbət. Əllərində olan bu dolu səbətlər şagirdlərə bir nişan, bir əlamət idi. Biz bu vaqiəyə baxanda bəlkə də bu nəticəyə gələk ki, İsa insanların ehtiyaclarının qeydinə qalır və onları rəf etməyə çalışır. Və doğrudur da. Əlbəttə ki, İsa insanların ehtiyaclarına nə olur olsun, göz yummur və onların qeydinə qalır. Təzə, kilisadakı İsa'nın ruhani bədəni olsun, gərək belə etsin. Bu, çox adi bir şeydir. Biz bu vaqiəyə baxanda müsəlləmdir ki, bu nəticəyə gələcəyik ki, insanların bu vəziyyəti ki, Yuhanna onu çobansız, dağılmış qoyunlara bənzədir, İsa'nın ürəyini onların haqqında şəfqətlə doldurur və biz də ki, onun ruhani bədəni, yəni kilisayı gərək bizdə də bu belə etsin və doğrudur da. Amma əgər bu mətndən aldığımız bütün nəticə budur, çox təəssüf ki, daha mühüm mətləbləri başa düşməmişik. Çünki Yuhanna bu fəsilin 14-cü ayəsində deyir ki, bu möcüzə ki, İsa etdi, bir əlamət, bir nişan idi. Və 26-cı ayədə də İsa onlara deyir ki, doğrusunu sizə deyirəm, möcüzə üçün ki, əlamət olsun. Əlamət üçün yox, balıq çörək yemək üçün mənim dalımca axtarırsınız. Yuhanna, bu 5000 nəfəri belə bir möcüzə ilə doyurmağı bir əlamət, bir nişanə sayır. Və əgər kitabın axır fəsillərinə, yəni 20-ci fəslin 30 və 31-ci ayəsinə baxaq, Yuhannanın nə dediyini yaxşıca başa düşəcəyik. İsa şagirdlərinin gözləri qabağında özgə çox əlamətlər göstərdi ki, bu kitabda yazılmayıb. Lakin bu qədər yazılıb ki, İsa'nın mövud olan Məsih olduğuna və
Tanrının oğlu olduğuna inanasınız və iman gətirməklə onun adında həyatınız olsun. Bəs görürsünüz ki, Yuhanna bu İncildə diqqətlə o möcüzələri seçir ki, möcüzə yox, əlamət və nişanədir və bu işdə ancaq iki hədəfi var. Birincisi bu ki, adamlar bu möcüzələri görəndə möcüzə edənin haqqında daha mətləblər anlasınlar və bunların sayəsində də möcüzə edənə iman gətirsinlər. İkinci hədəf də budur ki, insanlar o həyatın necə olduğunu ki, möcüzə edənə iman gətirməklə ələ gətirəcək idilər, yaxşıca anlasınlar. O həyatı yaxşıca anlasınlar. Buna görə də bu möcüzənin amacı burada budur ki, biz insanlara bunu aşkar etsin ki, İsa insanın lap dərin ruhani ehtiyacını rəf edə bilər. Necə ki, burada olan bu xalqın cismani ehtiyacını rəf etdi. Və bu mətləbi də ki, İsa'dan təğziyə edən adam nə fəqət ruhani baxımdan özü doyar, başqalarını doyurmaq üçün də çox dolu səbəbi olar. Bu hekayənin mühüm mətləbi dediyim bu iki mətləbdir. Yuhannanın yazdığı əlamətlərin əhəmmiyyəti bundadır ki, bizi İsa'ya tərəf yönəldir ki, onda həyata malik olaq. Və bu elə o mətləbdir ki, bu günlər çox insanlar onu dərk edə bilməyiblər. Bu mətləbi ki, ancaq Məsihdə həyat var və keyfiyyətli, dolu, şad həyat ancaq Məsihdədir və Məsihdən gəlir. Bəli, çox zamanlar insanlar hətta əlamət və nişanələri də görürlər, lakin fəqət bu qədər. Nəyə işarə etdiyini görmürlər. Əlamət və nişan, əzizlərim, həmişə özündən daha mühüm bir şeyə işarə edər. Hətmən ki, olimpik rejəsini görübsünüz. Kimlər məmləkətlərinin pərçəmi altında rejəyə çıxırlar. Nə qədər məsxərə olacaq ki, biz bu pərçəmi ancaq bir qumaş tikəsi sayaq. Bəli, doğru ki, cinsi qumaş tikəsidir. Amma bu qumaş tikəsi özündən daha mühüm bir şeyə işarə edir. Buna görə də İncillərdə möcüzələrə rast gələndə ancaq möcüzəyə yox, nəyə işarə etdiyinə də gərək diqqət edək. Bu möcüzələr sizə göstərirlər ki, Məsih kimdir və onda insan necə bir həyata sahib ola bilər. Və buradakı möcüzənin məqsədini İsa bu sözlə açıqlayır. Həyat çörəyi mənəm. Oxuduğum bu qısa mətndə İsa 4 dəfə bu mətləbi təkrar edir. İsa'nın etdiyi möcüzənin sayəsində onun bu sözündən ki, həyat çörəyi odur, iki mühüm mətləb nəticə olur. İsa Məsih bu sözündən ki, həyat çörəyi odur, der vaqə bunu iddia edir ki, insanın bütün aclığını doyuran o özüdür. Necə o təpənin ətrafına yığılan o cəmaatın qarnı boş idi, bugün də əzizlərim, bütün insanların qarnı yox, içləri boşdur.
İnsanlar hər zamandan çox, bəlkə də elə bu əsrimizdə ruhani baxımdan acılıq çəkirlər. Baxın, hər yerdə insanlar məna dalınca axtarırlar. Cavabsız suallarına cavab istəyirlər. Mən kiməm, nəçiyəm, nə üçün varam, haradan gəlmişəm, haraya gedirəm, mənim varlığımın hədəf amacı nədir, həyat nədir, eşq nədir, ölümdən sonra başıma nə gələcək, ailə yəni nə, valideyn olmaq nə demək, nə üçün, niyə, nərəyə, hər yerə ki baxırsan, bu suallar hər yerdə var. Bu suallar haqqında çox kitablar yazılmış. Bu suallar haqqında görürsən ki, ətrafımız çox filmlər ilə doludur. Hər yerdə bunlar haqqında, bu suallar haqqında seminarlar keçir. Hər yerə baxırsan, məna haqqında insanların içində aclıq var. Və hər şeydən də çox aramlıq, barış, sülh və belə şeylər üçün. Hamı artıq anlayıb ki, həyatları çox da sürətlə qabağa gedir. Hər kəs qaçı-qaçdadır. Ona görə də çox adam çalışır ki, bir nəhvinə bu həyata biraz aramlıq sakin etsin. Buna görə də elə vəsilələr alırlar ki, onlara bunu fərahəm etsin. Böyük ekranlı televizyonlar, müxtəlif satelit və kabl filmləri. Həftənin axırı hər kəs istəyir 2 gün olsa belə. Olduğu yerdən başqa bir yerə qaçıb getsin ki, bəlkə biraz bu qaça-qaç ictimadan özünü uzaq saxlayıb dincəlsin. Amma sual budur. Haraya qaça bilər ki? Niyə şənbə günü gələndə ürəyimiz üzülür? İş başına getməyə ayağımız elə bir ki getmir. Çünki həyat artıq zor bir şeyə dönüb. Bu ancaq bizim məmləkətimizdə yox, dünyanın hər yerində belədir. Həyat zor bir şeyə dönüb. Onda artıq heç məna qalmayıb. Biz insanların içinə ağır bir boşluq düşüb ki, heç bir şey onu doyura bilmir. Çünki məna üçün əzizlərim, hamıda ruhani aclıq var. İsa Məsih o zaman ki deyir, həyat çörəyi mənəm, doğrudan bunu deyir. Mənəm ki, sənin məna üçün olan ruhani aclığını doyura bilərəm. Mənəm ki, sənin aramlığa olan ruhani ehtiyacını rəf edə bilərəm. Və bizi mübarizəyə çağıran, çalışa gətirən də elə budur. Çünki əgər İsa bunu deyir və əgər onun bu sözü doğrudur, bəs biz bu bəşəri ictimalarımızda axı nə edirik? Əgər onun sözü doğrudur, demək bizim bütün yollarımız səhvdir, qələtdir. Çünki hər şeylə çalışırıq, aclığımızı doyuraq, illa elə onunla ki deyir, həyat çörəyi odur. Və çəkişmə də elə burada başlayır. Lakin İsa sözünü burada başa gətirmir. Arxasında bunu da deyir ki, insanların bu ruhani aclıqları ancaq o zaman doyar ki, onlar İsa'nın yanına gəlsinlər. Oxuduğum mətndə neçə dəfə görürük ki, insanlardan istənilir ki, İsa'nın yanına gəlsinlər. Ehtiyacları üçün ona baxsınlar və ona iman gətirsinlər.